Hər vaxtınız xeyir, dəyərli dostlar. 15 iyun Azərbaycan Respublikasında Qurtuluş Günü kimi qeyd olunur. Və bunun da çox ciddi və fundamental səbəbləri var. 90-cı illərin əvvəllərində baş verən hadisələr, bir sıra siyasi, iqtisadi proseslər, qonşu Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ ətrafında bizim üçün çox arzu olunmaz hadisələrin baş verməsi və s. Bunlar Azərbaycan xalqı üçün, Azərbaycanda insan hüquqları və azadlıqları üçün, bütövlükdə Azərbaycan dövlətçiliyi üçün son dərəcədə təhlükəli bir vəziyyət yaratmışdı. Və təbii ki, dövlət idarəçiliyi, ümumiyyətlə idarəçilik son dərəcədə mürəkkəb bir prosesdir və son dərəcədə ciddi bilik, bacarıq tələb eləyir hər bir idarəçidən. Mən həmişə deyirəm məsələn, qanunları əzbərləməklə hüquqşünas olmaq olmaz. Və yaxud gözəl vədlər verməklə, çıxışlar eləməklə, oratorluqla siyasətçi olmaq olmaz. Və s. və ilaxır. Nəticələrə baxacaqsınız və biz 93-cü ildən bu günə qədər baş verən hadisə və prosesləri təhlil etdikdə görürük ki, həmin o 15 iyun 93-cü ildən sonra, 1993-cü ildən sonra alınan qərarlar Azərbaycan dövlətçiliyinin xeyrinə oldu. Çox ciddi dönüşlər yarandı bizim xalqımızın və dövlətimizin taleyində. Hazırda dünya, özünüz də görürsünüz ki, bunu mən dedim ya başqa bir mütəxəssis dedi, fərqi yoxdur. Dünya böhran çağına qədəm qoyub. 1941-1945-ci illərdə baş vermiş, o illəri əhatə edən 2-ci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq siyasi sistem artıq çökür. Və hətta maliyyə sistemi, iqtisadi sistem də dərin böhran içərisindədir. Beynəlxalq təhlükəsizlik sistemi artıq xaotik bir durumdadır. Eyni zamanda bir qütblü dünyanın biz müəyyən təzahür formalarını görürük artıq yavaş-yavaş. Bütün bu proseslər sadəcə bir ölkəyə təsir etmir, bir xalqa təsir etmir və bütün qlobal bir miqyasda bütün xalqların taleyinə, hər bir insanın taleyinə müəyyən dərəcədə mənfi və yaxud müsbət təsirlərini göstərməkdədir. Bir qütblü dünyanın əgər tərəzinin gözünə qoysaq dünya dövlətlərini, bir qütblü dünyanın formalaşmasında rol olan ən əsas dövlətlərdən biri Amerika Birləşmiş Ştatlarıdır ki, bugün də həmin dövlətdə də biz görürük ki, bir sıra ciddi və qarışıq proseslər baş verməkdədir. Mənim təhlillərimə görə Amerika Birləşmiş Ştatlarında hazırda 3 güc arasında ciddi mübarizə var. Bu sezilir artıq. Ənənəvi iqtisadi elita əlində olan resurs və imkanları qorumağa, saxlamağa çalışır. Yeni iqtisadi elita müasir informasiya kommunikasiya texnologiyalarından yararlanmaqla kifayət qədər indiyə qədər resurslar əldə edib və bunu artıq sadəcə informasiya kommunikasiya texnologiyaları sahəsində saxlamaqla yetinmək istəmir, kifayətlənmək istəmir, bunu başqa sahələrə də yaymaq, öz nüfuzunu genişləndirmək istəyir. Məsələn, Donald Trump köhnə iqtisadi elitanın ən məşhur təmsilçilərindən biridir, hazırki Amerika Birləşmiş Ştatları prezidenti, və Elon Musk isə yeni iqtisadi elitanın ən məşhur nümayəndələrindən biridir və onlar arasında baş vermiş qalmaqal, qarşıdurma da sizin yəqin ki xatirinizdədir. Son hadisələrin fonunda bəlkə də bu unudulub.
Və mən hesab edirəm ki, onlar arasında və onların mənsub olduğu düşərgələr arasında bir qarşıdurma var və bu qarşıdurma yaxın günlərdə də davam edəcək. Digər tərəfdən isə Demokratlar partiyasının təmsilçiləri əllərində olan imkan və resurslardan, sosial dayaqlardan yararlanıb, təbii ki, siyasi partiyanın əsas məqsədi hakimiyyətə gəlməkdir və hakimiyyətə dönmək istəyirlər. Bütün bunlar Amerika Birləşmiş Ştatlarında vəziyyəti bir qədər mürəkkəbləşdirmişdi son dönəmlər. Rusiya-Ukrayna müharibəsini özünüz bilirsiniz, izləyirsiniz. Eyni zamanda son günlər isə İran və İsrail arasında baş verən və ulduz müharibələrini xatırladan hərbi əməliyyatlar da təbii ki, bizi, hər birimizi qayğılandırır, narahat edir. Qərb tərəfinin İsraildə daxil olmaqla əsas argumenti bundan ibarətdir ki, kütləvi qırğın silahlarının yayılmasına qarşı ciddi mübarizə aparmaq lazımdır, preventiv tədbirlər görmək lazımdır və İran İslam Respublikasının kütləvi qırğın silahlarını əldə etməsinə heç vəslə yol vermək olmaz. Bu əməliyyatın da bu son günlər İsrailin həyata keçirdiyi və son dərəcədə ciddi, dəqiq hesablanmış əməliyyatların da əsas məqsədi bundan ibarət idi. Və indi bundan sonra bir qədər səngiyəcək yəqin ki, hadisə və proseslər. Amma bunu etiraf etmək lazımdır və təbii ki, bu da göz qabağındadır ki, Qərb düşərgəsi güclüdür. Maliyyə resursları baxımından, texnologiyalar baxımından, müasir müharibələr özünüz də görürsünüz ki, sosial, insan resursları müasir müharibələrdə, əməliyyatlarda həlledici rol oynamır. Və bütün bu prosesləri biz yekunlaşdıraq və belə bir nəticəyə gələ bilərik. Bütün bu proseslər barədə fikirlərimizi yekunlaşdıraq. Mən sizin də vaxtınızı çox almaq istəmirəm. Mənim apardığım bir sıra təhlillər var, proqnozlar var. Əgər maraqlanan olsa, kommentlər hissəsində qeyd edərsiniz. Mən o zaman o təhlilləri və proqnozları, gəldiyim nəticələri sizlə paylaşaram. Və təkrar bizim bugünkü 15 iyuna dönək və mən hesab edirəm ki, bu son dərəcədə önəmli bir tarixdir. Və bu tarixdə təəssüflər olsun ki, deyək, başqa fikirlərdə olanlar da var. Obyektiv reallıq isə tamam başqa şey deyir. İki seçim qarşısındasınız. Ya məhv olmaq, ya dişinizi sıxıb mövcud olmaq və dövlətçiliyini, xalqını, millətini qorumaq. Məhz 15 iyun bizə bax bu dərsi verir. Bu nəticəni çıxarmağa bizə imkan verir ki, bu tarix olmasaydı, yəni dünya şöhrətli siyasətçi, dövlət xadimi hakimiyyətə dönməsəydi, Azərbaycan dövlətçiliyi son dərəcədə, mən hətta bunu tələffüz etmək istəmirəm, beynimdəki fikirləri bu barədə. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Və hər bir şəraitdə birlik və bərabərlik mühitinin pozulmamasını arzulayıram. Bu hər birimiz üçün, xüsusilə də indiki bu gərgin şəraitdə hər birimiz üçün son dərəcədə önəmlidir. Sağlıqla qalın.